Universal dizayn prinsipləri nədir? Universal dizayn hər kəsin, o cümlədən əlilliyi olan şəxslərin, yaşlıların və fərqli qabiliyyətlərə malik insanların rahat istifadə edə biləcəyi məkanların, məhsulların və xidmətlərin yaradılması deməkdir. Bu dizaynın əsas prinsipləri sadə, amma çox vacibdir. Əlçatanlıq, hər kəs üçün giriş və istifadənin mümkün olması. Sadəlik, mürəkkəb deyil, intuitiv anlaşılan istifadə imkanı. Fərqliliklərə uyğunlaşma, müxtəlif fiziki və duyğu imkanlarına sahib insanların ehtiyaclarını nəzərə almaq. Təhlükəsizlik və rahatlıq, hər kəs üçün təhlükəsiz, hərəkət və rahat istifadə mühiti yaratmaq. Universal dizayn cəmiyyətin hamı üçün daha bərabər, mərhəmətli olmasına xidmət edir. Unutmayaq, dizayn sadəcə gözəllik üçün deyil, o hər kəsin bərabər şəkildə istifadə edə biləcəyi bir mühit yaratmaq üçündür. İnklüziv cəmiyyət üçün birlikdə çalışaq.